Salam dostlar, biz bu günləri HTML-də 11-ci dərs olan öz veb saytlarımıza necə MP4 faylları, yəni video faylları necə əlavə etmək lazımdır, onu öyrənəcəyik. Bunun üçün isə ilk növbədə yenə də əvvəlki dərslərdə olduğu kimi Notepad++ proqramını açırıq və Notepad++ proqramını açdıqdan sonra mənim burada hazır kodlarım var və indi çalışacağım kodları bu kod tagləri arasında yazmış olacağım. Bugünkü dərsimizdə öz veb saytlarımıza necə video əlavə etməyi öyrəndik. Bunun üçün ilk növbədə olaraq video parantezini açıp kapatırıq və video açdıq taglərini açıp kapatdıktan sonra bütün kodlarımızı video kodları tagləri arasına yazırıq və o kodları yazmamışdan əvvəl ilk növbədə olaraq MP3 faylda olduğu üçün videodan sonra bir boşluq buraxıb Ctrl sözünü yazmalıyıq. Əgər Ctrl sözünü yazmasaq bizim kodlarımız çalışmayacaqdır. Ctrl sözünü yazdıktan sonra isə indi isə bizim videomuzun öz web saytımızda hansı olsa görünməsini müəyyən etməliyik. Bunun üçün ona böyüklük və yüksəklik vermək lazımdır. Bunun üçün isə width deyirik. Width dedikdən sonra isə deyək ki, bunun yüksəkliyi olsun 600 piksel və hündürlüyü müəyyən edir. Hündürlüyü height. Hündürlüyü də olsun 500 piksel. Və biz bura videomuzun böyüklüyünü müəyyən etmiş olduq. İndi isə videomuzun yerini müəyyən edəcək. Yəni bizim videomuzu haradan götürəcək? Bunun üçün ilk növbədə yenə də source yazırıq və source-dan sonra src və bərabərdir dırnaq işarələri içərisinə bizim videomuzun yerləşdiyi yeri müəyyən edirik. Yenə də mən kompüteri açıram. D diskindən mənim videolarım yerləşmişəm. Bir klip əlavə edəcəm. Fərqi yoxdur. Klip MP4 fayldır. Hansı bir klip olsun deyə bu klipi əlavə edək. Bunun üçün yenə də klipin üzərinə gəlib Properties bölməsində daxil olub ilk növbədə location-i kopya edirik. Kopya etdik və onu bura yapışdırırıq. Və Ctrl V. Yapışdırdıqdan sonra isə tərs slazı yazmağı unutmuyorum. Tərs slazı yazdıqdan sonra isə indi isə bizim klipimizin adını bura yazmamız gərəkdir. Bunun üçün buranı name olan hissəsini kopya edirik. Ctrl A, Ctrl C kopya etdim və buraya yapışdırıram. Gördüyünüz kimi video klipimizin yerini müəyyən etmiş oldu. İndi isə bunun tipini browserimizə müəyyənləşdirmək lazımdır. Bunun üçün type deyirik. Type deyirik. Bərabərdir. Dırnaq işarələri içərisində audio, slot və mp4. MP4'ü yazırıq və bundan sonra source-u kapatırıq. Nəzərdə tutun ki, bu hissəni silin. Sildikdən sonra isə Ctrl S ilə yaddaşa verirəm və browserimizə görə bunu göstərəcək. Launcher from deyirəm və gördüyünüz kimi klipimizi göstərmiş oldu. Bir play deyərəm. Gördüyünüz kimi klipimizi göstərir. Bunu buradan böyüdə bilərik. Kodunu azalda bilərik. Və onu da deyim ki, bura istədiyimiz sayda video əlavə edə bilərik. Misal üçün, mən birini də əlavə edəm. Və onu da nəzərdə tutdum ki, videodan sonra break yazmamız gərəkdir. Çünki bir aşağısına istəyirik videonun əlavəsini break və yenidən bura kodlarımızı əvvəlcədən yenə yazırıq. Yenə video tagləri arasına videonu açıb kapatırıq və açıb kapatdığında isə kodlarımızı videonun arasına yazırıq və ilk növbədə yenə də bura Ctrl sözünü yazırıq və Ctrl yazırıq. Ctrl yazdıqdan sonra videomuza yüksəklik və hündürlük vermemiz gərəkdir. Video deyirik. Bu da deyək olsun 600 piksel. Hündürlüyü də olsun. Hündürlüyü də olsun yenə də 500 piksel. Və hündürlüyünü, böyüklüyünü verdikdən sonra isə yenə də source deyirik. Sözü bərabərdir. Dırnaq işarələri içərisində isə çox böyükdür. Dırnaq işarələri içərisində isə klipimizin yerləşdiyi yeri müəyyən edəcək. Yenə də D diskinə kliplər bölməsinə daxil oluram mən və buradan istədiyimiz bir klipi deyək ki, bunda Ş hərfi var, olmayacaq. Və onu da nəzərinizə çatdırım ki, əgər videomuzda ingilis dili hərflərindən başqa Azərbaycan dili hərfləri olarsa videomuzu göstərməyəcəkdir və mən buradan bir klipi seçirəm. Yenə də Properties bölməsindən location kopya edirəm. Kopya etdikdən sonra
buraya yapışdırıram. Tərs sılacını yazıram. Və indi isə mahnının klipin adını bura əlavə etmək lazımdır. Yəni də Properties mahnının adını kopya edirəm. Ctrl-A, Ctrl-C. Kopya etdikdən sonra isə bunu tərs sılacdan sonra yapışdırıram. Ctrl-V. Və indi klipimizin tipini müəyyən edək. Type bərabərdir. Dırnaq işarələri içərisinə video slot mp4 və kodumuzu bağlayırıq. Ctrl-S ilə yaddaşa verirəm. RAM bölməsində Launcher From-a daxil oluram. Və gördüyünüz kimi 2 dənə video klipimiz bura əlavə edilmiş oldu. Və bu ikinci klip, bu birinci klipimizdir. Çalışır, çalışmır. Gördüyünüz kimi klipimiz çalışır və ikinci klipimiz. Gördüyünüz gibi burada çalışır ve böyüdüb baladan əksirə bilərik. Və eğer biz bura break teknisi ise görək nə baş verəcək. Break Ctrl-S yaddaşa verdim. Gördüyünüz kimi videolarımız yan-yana düşmüş oldu. Hər ikisi eyni vaxtda çalışır. Və bugünkü dərsimizdə bu qədər. Növbəti dərsdə görüşərik. Sağ olun.